Əziz tələbələr, əgər siz də Türkiyədə magistratura və ya doktorantura təhsili almağı düşünürsünüzsə, bu video sizin üçündür. Gəlin qısa şəkildə bütün əsas məqamlara baxaq. Magistratura təhsili Türkiyədə dissertasiyalı və dissertasiyasız olmaqla iki formada keçirilir. Təhsil həm əyani, həm də distans şəkildə təşkil oluna bilər. Lakin doktorantura təhsili isə yalnız əyani formada tədris olunur. Bir çox tələbə bizə müraciət edərək hibrid təhsil almaq istədiyini bildirir. Ancaq Türkiyə qanunvericiliyində hibrid təhsil sistemi yoxdur. Sizin hibrid adlandırdığınız sistem əslində əyani təhsildir. Sadəcə olaraq bir çox universitetlərdə magistratura və doktorantura səviyyəsində dərslərə fiziki olaraq qatılmaq məcburi deyil. Bu səbəbdən də tələbələr dərslərə girmədən birbaşa imtahanlara girə bilir və buna hibrid təhsil deyirlər. Əlavə olaraq onu da qeyd edim ki, şirkətimiz vasitəsilə heç bir imtahan nəticəsinə sahib olmadan Türkiyədə rəsmi əməkdaşlıq etdiyimiz universitetlərə qəbul ola bilərsiniz. Həmçinin bu universitetlərdə təhsil alaraq 50%-ədək təqaüd imkanı da əldə edə bilərsiniz. Əgər siz də imtahansız şəkildə Türkiyədə magistratura və ya doktorantura təhsili almaq istəyirsinizsə, elə indi bizimlə əlaqə saxlayın. Uğurlu gələcəyinizə birlikdə addımlayaq.